Heç fikirləşmisiniz, internetdə sadə bir düyməni basanda, pərdə arxasında əslində nələr baş verir? Gündəlik həyatımızın ayrılmaz hissəsi olan bu texnologiya əslində görünəndən qat-qat mürəkkəb və maraqlı bir quruluşa malikdir. Gəlin bir anlıq düşünək. Hər dəfə bir linka klikləyəndə, nəsə axtaranda, əslində rəqəmsel bir səyahətə çıxırıq. Bəs bu səyahətin marşrutu necə çizilir? Kim qərar verir ki, siz hara gedirsiniz? Ən sadə şəkildə desək, internet belə işləyir. Yəni, siz istifadəçi olaraq bir veb-saytın olduğu serverə sorğu göndərirsiniz, server də cavab olaraq sizə həmin saytı göstərir. Bu, işin ən təməl, ən sadə izahıdır. Müştəri server modeli deyirlər buna. Bəs bu birbaşa əlaqəni nə mümkün edir? Bax, burada işə IP ünvanı gelir. Hər bir cihazın internetdə özünə məxsus bir növ poçt ünvanı var. Məhz bu IP ünvanı sayəsində serverlər sorğunun dəqiq olaraq kimdən, yəni hansı cihazdan gəldiyini bilir və cavabı da düz ünvana göndərə bilir. Hətta istəsəniz öz IP ünvanınızı tapmaq inanılmaz dərəcədə asandır. Sadəcə Google-a girib mənim IP-im nədir yazın. Vəssalam. Bir neçə saniyə internetdəki rəqəmsal kimliyiniz qarşınızda olacaq. Ancaq bu sadə hekayə həmişə bütün mənzərəni əks etdirmir. Çox vaxt sizinlə server arasında bizim xəbərimiz olmadan bir gizli oyunçu da olur. Bəli, bu gizli oyunçuya proxy server deyilir. Təsəvvür edin ki, o sizinlə internet arasında dayanan bir növ qapıçıdır. Siz sorğunuzu birbaşa veb-sayta yox, məhz bu qapıçıya verirsiniz. O da sizin adınızdan gedib həmin sorğunu lazımi ünvana çatdırır. Yaxşı, sual yaranır, niyə kimsə araya belə bir vasitəçi soxmaq istəsin ki, bunun bir neçə çox vacib səbəbi var. Məsələn, təhlükəsizliyi artırmaq, yəni özünüzlə təhlükələr arasına bir divar çəkmək üçün və ya məxfiliyi qorumaq, yəni həqiqi IP ünvanınızı gizlətmək üçün. Bəzən də tez-tez girdiyiniz saytların daha sürətli açılmasını təmin edir, çünki bəzi məlumatları yaddaşında saxlayır və əlbəttə bəzi ölkələrdə bloklanmış saytlara girmək üçün də proksilər əvəzsizdir. Proksilərin özləri də fərqlidir. Əsas iki növü var: forward və reverse proxy. Baxın, forward proxy sizin, yəni istifadəçinin tərəfində dayanır. Onun əsas məqsədi sizin kimliyinizi serverdən gizlətməkdir. Server heç bilmir ki, onunla danışan əslində bir proksidir. Reverse proxy isə tam tərsinə işləyir. O, web serverlərin qarşısında dayanır və onları qoruyur. Bu dəfə siz, yəni istifadəçi, bilmirsiniz ki, qarşınızdakı əsl server deyil, bir proksidir. Biri istifadəçini, digəri isə serveri qoruyur. Bu qədər sadə. Böyük şirkətləri, bankları, hökumət saytlarını bir düşünün. Onların onlarla, bəlkə də yüzlərlə serveri var. Hər birini ayrı-ayrılıqda qorumaq əsl baş ağrısıdır. Bunun əvəzinə onlar bütün bu serverlərin önünə tək bir güclü reverse proxy qoyurlar. Bu proxy bütün gələn sorğuları qarşılayan tək bir qapıçı olur, təhlükəsizliyi idarə etməyi qat-qat asanlaşdırır. Yaxşı, proksilərin vasitəçi olduğunu anladıq, amma onları bu qədər güclü edən nədir? Yəni, onlar bu gəlib gedən məlumat axınına necə nəzarət edə, onu necə dəyişdirə bilirlər? Onların sirri nədədir? Bax, onların sirri HTTP başlıqları deyilən bir şeydədir. Bu, sizin hər bir internet sorğunuzla birlikdə göndərilən kiçik bir məlumat paketidir. Sanki bir məktubun üzərindəki kimdən, kimə, hansı dildə yazıldığı kimi məlumatlardır. Məsələn, hansı brauzerdən istifadə etdiyiniz, hansı dili üstün tutduğunuz və s. Proksilər məhz bu başlıqları oxuya və hətta dəyişdirə bilir. Və bu başlıqları dəyişdirmək qabiliyyəti əsl güc deməkdir. Xüsusilə kibertəhlükəsizlik mütəxəssisləri, yəni etik hakerlər üçün. Onlar bir sistemin zəif yerlərini tapmaq üçün proksilərdən istifadə edirlər. Məsələn, özlərini başqa bir cihazdan daxil olurmuş kimi göstərirlər və ya sistemin təhlükəsizlik qaydalarını keçməyə cəhd edirlər. Bütün bunları məhz o başlıqları manipulyasiya edərək edirlər. Amma bir dəqiqə, yəqin ki, sizin də ağlınıza gəldi. Axı, indi demək olar ki, bütün internet trafiki şifrələnir, veb-saytların ünvanının yanında qıfıl işarəsi olur, yəni HTTPS. Əgər hər şey şifrəlidirsə, proksi bu məlumatları necə oxuyur axı?
Əla sualdır və cavabı da çox maraqlıdır. Bu prosesə SSL deşifrələməsi deyilir və əslində çox hiyləgər bir üsuldur. Proksi ortada dayanıb iki ayrı şifrəli əlaqə yaradır. Birini sizinlə özü arasında, digərini isə özü ilə veb-sayt arasında. Beləcə, sizin brauzeriniz elə bilir ki, birbaşa saytla danışır. Sayt da elə bilir ki, birbaşa sizinlə danışır. Amma əslində ortada proksi var və bütün məlumatları deşifrələyib oxuyur, sonra yenidən şifrələyib yoluna davam etdirir. Bax, bu texnologiyanın iki üzü var. Bir tərəfdən, böyük şirkətlər üçün bu öz şəbəkələrini zərərli proqramlardan qorumaq üçün həyati bir vasitədir. Çünki təhlükələr də çox vaxt şifrəli trafikin içində gizlənir. Amma digər tərəfdən, bu bizim məxfiliyimizlə bağlı çox ciddi suallar ortaya çıxarır, elə deyilmi? Yaxşı, bəs gündəlik istifadəçilər üçün vəziyyət necədir? Əsasən iki seçimimiz var. Birincisi, anonim proksi. Adından da göründüyü kimi, onun məqsədi sizi anonim etməkdir. Yəni, IP ünvanınızı veb-saytdan tamamilə gizlətməkdir. İkincisi isə şəffaf proksi. Bu isə tam tərsinə, veb-sayta açıq şəkildə deyir ki, mən bir proksiyam və bu da arxamda duran istifadəçinin əsl IP ünvanıdır. Məktəblər, kitabxanalar məhz bu cür proksilərdən istifadə edir ki, kimin hansı sayta girdiyini bilsinlər və lazım gələrsə məhdudlaşdırsınlar. Və gəldik çox vacib bir məqama, pulsuz proksi xidmətləri. Bəli, cəlbedici səslənir, amma çox diqqətli olmaq lazımdır. Onların gizli təhlükələri var. Birincisi, onlar sizin girdiyiniz hər bir saytı qeydə ala bilərlər. İkincisi, heç bir şifrələmə təmin etməyə bilərlər. Yəni, parollarınız, bank məlumatlarınız açıq-aşkar ötürülə bilər. Və ən pisi, onlar sizin bütün bu internet fəaliyyətiniz haqqında topladıqları məlumatları kiməsə sata bilərlər. Qızıl qaydanı unutmayın, əgər internetdə bir xidmət pulsuzdursa, çox böyük ehtimalla məhsul siz özünüzsünüz. Beləliklə, artıq internetdəki bu gizli vasitəçilər haqqında məlumatınız var. Artıq bilirsiniz ki, sizinlə veb-saytlar arasında nə baş verə bilər. İndi sual budur. Bu məlumat sizin internetdən istifadə vərdişlərinizi dəyişəcəkmi? Bu barədə bir düşünün.